Demək olar, biz sizə xətti funksiyaları izah eləmişdik, düzdür. İndi xətti funksiyalar biri-biri ilə hansı vəziyyətlərdə ola bilər, bunları danışacağım. Demək, xətti funksiyalarımızın biri belə olsun. Y bərabərdir K1x üzərinə gəlsin B1, yəni süturu belə olsun. Y bərabərdir K2x üzərinə gəlsin B2. Qeyd elədikmi? Bu iki xətti funksiya qarşılıqlı olaraq necə yerləşə bilər? Gəlin ondan danışaq. Biz bilirdik ki, xətti funksiyalarda K-nın rolu nədir? K nə edirdi? Qrafiki, sanki qrafik bura bərkidilir. Bunu bax, bu formada hərəkət elətdirir, düzdür? Yəni K orada x oxunun sağ istiqamətini əmələ gələn bucağı müəyyən edirdi və bucaq K-nı müəyyən edirdi deyək. İndi B nə edir? B yerini dəyişirdi belə. B şaguli olaraq yuxarı aşağı qrafiki nə edir? Hərəkət elətdirir, düzdür? İndi bu iki funksiya üçün qrafiklər necə olacaq? Onu müəyyən edir. Dostlar, əgər biz bunların qrafiklərini təsvir edəsək, daha doğrusu ixtiyari ikisi üçün təsvir edəsək, məsələn, bunların hər ikisinin B-si tutaq ki 3-dür. Düzdür? Əmələ gətirdiyi bucaq da fərz edək ki 45 dərəcədir. Düzdür? Və x oxunu da bu nöqtədə kəsir. İkisi də buradan keçəcək də, düzdür? İkisi də buradan keçəcək. Sonra, digər hal nədir? Digər hal odur ki, ikisinin də B-si eynidir. Yəni, bu xətlə, onu ayrıca təsvir edeyim. Hər kəs buna diqqət edir. Biri belə keçir. Yəni, bunun burada üstdən keçir. Burada da istəyirsiniz lap qiymət qoyaq. Burada mənfi 2 qoyaq. Burada da mənfi 2 qoyaq. Bu qrafiklə kəsişən qrafik ola bilər. Elə məhz bu nöqtədə kəsişir və başqa nöqtədə də kəsişə bilər. Mən burada göstərmək istəyirəm ki, bax, bu qrafik burada kəsir məsələn 3-də fərz edək. Və yaxud biraz belə keçir. Bunu yenə kəsir. Biraz bu formada keçir. Bunu yenə kəsir. Buradan nə müşahidə elədik? B-lərin bərabərliyi də var. B-lərin müxtəlifliyi də var. Bu qrafikdən danışıram. Onda əsas götürdüyüm o birincini qırmızı ilə göstərirəm. Yəni, bu qrafiklə bunların vəziyyətlərinə baxıram, düzdür? Görürəm ki, bax, hərəsi bir nöqtədə kəsir, düzdür? Və həmin funksiyaların grafikləri üçün, məsələn, birinci üçün B3-dürsə, ikinci üçün tutaq ki, müsbət 1-dir, üçüncüsü üçün lap mənfi 0,3-dür. Elə Y oxunu kəsdiyi yer. Amma B-nin bərabər olduğu halda var, B-lərin fərqli olduğu halda var, düzdür? Belə görünür ki, B-nin burada bir önəmi yoxdur. İstənilən halda kəsişə bilər, düzdür? Yaxşı, bu kəsişməni təmin edən nədir? K-dır. İndi baxaq görək. K bucaq əmsalı deyildi. Birinci qrafiki, yəni məsələn, bu funksiyanın qrafiki tutaq ki, budur, düzdür? Bu funksiyanı bir neçə cür dəyişdim, burada göstərdim. Bunların bucaq əmsalları hər dəfə bir qiymət alacaq, düzdür? Demək ki, burada heç bir halda necə kəsişsin, biz bucaqların bərabərliyini görə bilmərik. Bucaqlar bərabər deyilsə demək K-lar nədir? Müxtəlifdir, elə deyil. Onda bu qaydanı yekunlaşdırıb nə deyə bilərik? Deyə bilərik ki, 2 düz xəttin kəsişməsi üçün nə lazımdır?
Müxtəlif K-lar. Ay sağ ol, bəli, müxtəlif K-lar. K1 fərqlidir nə? K2. Bildik bunu? B'lərin bir önəmi var? Xeyr. Xeyr. Belə nə Xeyirdirsə beni qeyd eləmirik. Başarırsınız? Əgər B orada bir rol oynamayacaqsa, qeyd eləmirik. Birinci halda nə dedim? Dedim ki, ikisinin də qrafiki, elə bir bu qara ilə çəkdiyim, digərinin də qrafiki bax, üstünə düşür, qırmızı ilə çəkdiyim. Ayrı-ayrı xəttlər deyil ki, eyni şeydir, düzdür? Burada Y oxunu harada kəsin üstdə, X oxunu harada kəsin? Mənfi 2-də. Mənfi 2-də, hər ikisi eyni buzaq əmələ gətirir. Bəli. Hə, demək, Y oxunu kəsdiyi yerlər də eynidir. X oxu ilə əmələ gələn bucaq da eynidir, düzdür? Buradan nəticə olaraq nə deyə Bərabər bilərik? olması üçün həm K-lar bərabərdir, həm B-lər. Bəli, bərabər olması üçün yoxsa Kəsişməsi üçün. bunlar kəsib yoxsa üst-üstə düşür. Aha. K1 bərabərdir K2, B1 bərabərdir B2, doğrudur. Bu halda qrafiklər nə olur? Üst-üstə düşür. Üst-üstə düşür. Burada nə olurdu? Kəsişmənin bir dənə halı var. Onu yazacağım birazdan. Qeyd edək, mənim yadımdan çıxsa siz deyəcəksiniz. Nədir o hal? Onu paralellikdən sonra izah edəcəm. Baxaq uşaqlar. Yenə burada bir qrafik təsvir edəcəm. Amma bu halda bir başqa. Bunu görürsünüz. Əmələ gətirdiyi bucaq, məsələn, 35 dərəcədir. Məsələn deyirəm də. Birini də belə çəkirəm. Bu da əmələ gətirsin 35 dərəcə. Düzdür? Müşahidə edə bilirik. Birini də buradan keçirək. Əmələ gətirir nə qədər? Yenə də 35 olsun, belə deyil. Bu dəfə K-lar bərabərdir, B-lər. Hə, indi nə müşahidə edirik? Şəmizdən düz deyirik. Paraleldir də onlar. Fayda olmaz. K-lar bərabərdir. Bəli. B-lər nədir? Fərqli. Fərqlidir. Çünki K-ların bərabərliyi bucaqlardan biridir, elə deyil? Bəli. Bax, bu bucaq və bu bucaq bərabər edir, düzdür? Amma Y oxunu hər dəfə fərqli yerdə kəsir. Biz də demişik ki, dünən izah eləmişdik. Demişdik ki, X-in yerinə 0 yazanda Y oxunu kəsmiş olur da, elə deyil? X bərabərdir 0-da Y oxunu kəsir. Həmin zaman Y bərabərdir B alır. Düzdür? Onda bu B-lərə biz Y oxunu kəsdiyi yerdəki qiymətlər kimi baxa bilirik də, elə deyil? Gəlin bir şey öyrənək. Fərz edək ki, bu düzdalı koordinat sistemi falan deyil, bir düz xəttlərdir, bu da kəsəndir. Demirəm, ha, paraleldir, deyirəm düz xəttlərdir. Üçü, digər düz xəttlərdir və bu da kəsəndir. Nə müşahidə edirsiniz? Bu bucaq, bir də bu bucaq. Bunlar necə bucaqlardır? Uyğun bucaqlardır, bəli, bərabərdir. Həm də uyğun bucaqların bərabərliyi bizə nəyi bildirir? Düz xəttlərin nəyini? Paralelliyini. Paralellik əlaməti idi, elə deyil. Gəldik, dolayısıyla bunu ispat elədik burada. Yəni, burada nə deyəcəksiniz? İki düz xəttin paralel olması üçün K1-in K2-yə bərabərliyi şərtdir, K-lar eyni olmalıdır. Amma B1 fərqli olmalıdır B2-dən. Uşaqlar, bəlkə sistemsiz oldu. İndi orada onu izah elədim, burada bunu. Dolayısıyla bu K-lar bərabərdir. B-lər bərabərləşəndə bunlar üst-üstə düşür. Yəni, üst-üstə düşmə özü paralelliyin xüsusi bir halıdır. B-lərin fərqli yox, bərabər olduğu halıdır. Başa kəsişmə üçün şərt nədir? Yalnız və yalnız kəsişmə üçün şərt nədir? K-ların fərqli olması. Fərqli olması. Yaxşı, uşaqlar, kəsişirsə, yəni belə deyək də, bucağından asılı olmayaraq bu kəsişən iki düz xətt adlanacaq, elə deyil. Amma bucağından asılı olaraq burada bir şərt çıxacaq ortaya. Məsələn, kəsişmə bucağı 90 dərəcədirsə, düz xəttlər necə adlanacaq? 90 dərəcəli bucaq altına kəsişən iki düz xətt necə adlanır? Hansı düz xəttlər? Uşaqlar, bilirik, sadəcə düz bucaq altına kəsişən iki düz xətt.
Perpendikulyar düz xəttlər, bəli. Hər kəs bilir. Hər kəs bilir, sadəcə ağla gəlir. İki düz xətt. Və bunlar düzbucaqlıq koordinat sisteminin oxları. Bunlar nə vaxt? Hansı bucaq altına kəsirlər? 90 derece. Bunlar bir-birinə nədir? Perpendikulyar, düzdür. Niyə perpendikulyar sözünü burada vurğuladıq? Burada mən qeyd elədim ki, kəsişmənin başqa bir halı var, düzdür? Halar fərqlidir. K1, K2-dən fərqlidir. O zaman iki düz xəttin, belə deyək də, bu düstur və bu düsturla verilən iki düz xəttin qrafiki paralel olacaq ki, onların K-ları üçün K1 vurulsun K2 bərabərdir mənfi 1'e. Anlaya bildik? K1, K2 hasili mənfi 1 olarsa düz xəttlər nədir? Perpendikulyardır. Yəni biz bunu nəzəri göstərdik. Çox şeyləri tam da isbatına getmirəm. Elə 9-cu sinif üçün yetərli olacaq qədər deyil. Yaxşı, burada qaranlıq qalan bir məqam oldu. Düz xəttlər nə vaxt paralel olar, nə vaxt üst-üstə düşər, nə vaxt kəsişəcək. Bunu bildik. Və kəsişmənin perpendikulyarlıq şərtini də bildik. Buna dolayısıyla perpendikulyarlıq şərti də deyə bilərsiniz. Röçdür. Yaxşı, uşaqlar, xətti funksiya ilə yekunlaşdırdıq. Mən düşünürəm ki, vaxtımız qalıb dəyərləndirək. Modul X funksiyasını da sizə izah edeyim. Ümumiyyətlə, funksiya anlayışı. Biz funksiya deyəndə hardan başlamışdıq ki? Ta sıfırdan funksiyanın qrafikinin qurulmasından başlamışdıq. İzah edərək hər birini demişdik, düzdür? Yenə modul X funksiyasının qrafikini çəkəndə burada istəsəz qiymətlər verib çəkə bilərik. İstəsəz xırda bir incəliyi belə deyək də önə çəkərik və onunla da işimiz tamamlanacaq. Siz əvvəlcədən xətti funksiyalar tanıyırdınız, elə deyil. Və xətti funksiyanın da qrafikinin qurulmasını göstərmişdim. Cədvəl qurduq, elə nöqtələri qeyd elədik, birləşdirdik və işimiz tamamdır. İndi biz bilə bilirikmi? Y bərabərdir X xəttinin qrafiki. Y bərabərdir X funksiyasının qrafiki necədir? Kim deyər? K-mız burada 1'dir, müsbətdir. Demək, hansı rüblərdən keçəcək? Birinci rübdən, üçüncü rübdən. Bəli. Və bir simmetriyası olacaq. 1'də 1, 2'də 2, 3'də 3, 4'də 4 və s. alır. Diqqət edin bura. Mənfilərdə də eyni qaydada. Düzdür? Modulun işi nədir ki? Modul. Müsbət istifadə. Yəni, elə bir mənfi ədədi veririk ona. O bizə onun mütləq qiymətini verir. Elə deyil. Modul ədədin mütləq qiymətidir. Modul bir məsafə ifadə edir. Məsələn, biz deyək ki, mənfi 5'in modulu nədir? Mənfi 5'dən 0'a koordinat başlanğıcına qədər, bura baxın, belə göstərməyək, ədəd oxumda göstərək, qoy daha anlaşılır olsun. Bura 0'dır, bura mənfi 5'dirsə, mənfi 5'in modulu bax budur. Görə bilirik, modulla mənfi 5, yəni mənfi 5'dən koordinat başlanğıcına qədər olan məsafə. Anlaya bildik? Yaxşı, indi bu modullar ki, mənfi ola bilmir, müsbətdir, yəni istənilən ədədin modulu müsbətdir və xüsusi halda 0'ın modulu 0'dır. O zaman Y bərabərdir modul X-in qrafikindən danışılaq. Bu tərəflə işimiz yoxdur. Bu tərəf olduğu kimi qalır yerində, düzdür? Grafikin bu hissəsi sonsuza qədər yerində qalır. Amma buradakı mənfi qiymətlər hansı qiymətlərlə əvəz olunacaq? Özünün əksi olan müsbət qiymətlərlə, düzdür? Mənfi 1'i alırdısa, indi artıq müsbət 1'i alacaq. Mənfi 2'ni alırdısa, müsbət 2'ni alacaq. Yəni, bunun bu qolunu, bax, bu qolunu biz nə elədik? Bu formada buradan kəsdik, qaldırdıq yuxarı. 0'ın modulu 0'dır. Bütün mənfi ədədlərin modulları onların müsbətləri ilə əvəz olunur. Və belə bir qrafik forması aldıq. Bu nədir?
Hansı funksiyanın qrafikidir? Y bərabərdir modul x funksiyasının qrafiki. Normalda, bax bu formada y bərabərdir modulda x funksiyası qabağımıza çıxıbsa, bu bütün x-lər üçün, yəni bunun təyin oblastından danışıramsa, istənilən x-i verə bilərəm, düzdür? Anlaya bildiniz? İstənilən x bunu mənalı edir, biz deyərik ki, istənilən x-də təyin olunub. Anlaya bildik? Özümüz məhdudlaşdırmırıq ha. Mən bir dənə funksiya verərəm, deyərəm ki, modul x-dir, hansı aralığında? 5 müsbət sonsuzluq aralığında. Belə demirəm. Normalda bunu mənalı edən hər bir qiymət bunun nəyidir? Təyin oblastıdır deyirəm. Söz. Funksiyanın təyin olunma şərtini burada dedim. Və mənfi sonsuzluqdan müsbət sonsuzluğa istənilən qiyməti qoysam, bu funksiyanın qrafiki özünü bu cür göstərəcək. Mənfilərdə də müsbətləri alacaq, müsbətlərdə də müsbətləri alacaq. Yəni bax, birdə aldığı qiymət nədirsə, burada. Mənfi birdə də aldığı qiymət burada olur. Bax, görürsünüz. Görə bilirik inşallah. Mənfi 1. Modul x funksiyasının qrafiki bax belə ərsəyə gəlir. Yəni y bərabərdir x funksiyasından, xətti funksiyadan başlamışdım, gəldim modul x-ə keçid elədim oradan. Düzdür? Modul x-dən normalda, yəni y bərabərdir modul x funksiyasında bilmək istəyirsinizsə, bu iki düz xətt arasındakı bucaq, yəni buradan bura qədər yarım düz xətt gəlir, buradan bura qalxır, düzdür? Bunlar arasındakı bucaq 90 dərəcədir. Hə, indi mən orada nə edəcəm? Müəyyən dəyişikliklər edəcəm, 2x yazacam, 5x yazacam, 2x çıxılsın 3 yazacam, nəsə yazacam, orada bucağa dəyişiklik olar. Bucağa dəyişiklik edən bu x-in qabağındakı əmsal olacaq. Y bucağa dəyişiklik eləməz. Y sadəcə olaraq bunu, y yoxu başlayın, üstünə gəlsin olan. Sadəcə yuxarı aşağı çəkəcək. İndi onları göstərəcəm. Modul x funksiyasını anladıq. Yaxşı, uşaqlar, modul x funksiyası mənfi qiymətlər ala bilməz desək, bu şərtdə doğrudur, amma modul x funksiyası mənfi qiymətlər də ala bilər. Sən o şərti elə dəyişərsən ki, modul x funksiyasının qrafiki düşəcək aşağı. Rışdınız? Anlaya bildiniz nədir deyim? Bax, normalda biz dedik ki, bu modul x-dir, bu heç vaxt buradan aşağı düşməyəcək, elə deyil. Mən bunun üstünə dəyişiklik edirəm. Modul x funksiyasında deyirəm, y bərabərdir modulda x çıxılsın m, üzərinə gəlsin m. Modul x funksiyasını bu hala salıram. İndi bunu da tək-tək göstərəcəkdir. Birinci halda, məsələn, nəyi göstəririk? Y bərabərdir modulda x çıxılsın m funksiyasının qrafikinə baxırıq. Bunu təsvir edək. Təsvir edərkən normalda modul x-i təsvir edirik. Daha sonra bu m-dən asılı olaraq m müsbət ədəddirsə, müsbət m qədər bax sağa gəlir. Başa düşdük? Qrafik qurulur. M mənfi ədəddirsə, dostlar, bu mənfi m-ə gəlir və əvvəlki funksiyanın qrafikinin qolları ilə paralel vəziyyətdə yerləşir. İndi baxın, üzərində qeyd edirəm. Y bərabərdir modulda x-dir. Normalda y bərabərdir modulda x-dir. Burada y bərabərdir modulda x çıxılsın m-dir. Burada isə y bərabərdir modulda x üstə gəlsin m-dir. Niyə üstə gəlsin m yazdım? Bu m Mənfi ədəddir. Yəni m-in yerinə sən artıq mənfi ədəd qoyacaqsan, bu pluslaşacaq, düzdür? Artıq bu m qədər, m-in modulu qədər o yana gedəcək. Qaranlıq qalmasın. Məsələn, 2, 3, 4, 5 konkret qiymətlər olsa rahat görə bilirik. M-də də təsvir edə biləcəm. Bu nə oldu? Demək, m nəyə xidmət edir uşaqlar? Onu sağa və ya sola. Ay, sağ, bəli, üfüqi hərəkətinə xidmət edir. Üfüqi, x oxu boyunca hərəkətinə xidmət edir. N nəyə xidmət edəcək? Kim deyər? Yəni onun aşağıda yox. Yəni il oxuna nəzər. Yuxarı aşağı, bəli. Yuxarı aşağı hərəkətinə xidmət edəcək. İndi mən nə yazıram? Yalnızca n-i yazmıram. Yəni
y bərabərdir modul x üstünə gəlsin n-i yazmıram. Çünki sən bilirsən ki, artıq başa düşdü, bu sağa yuxarı aşağı gedəcək, düzdür? X-ini bir arada göstərirəm. Y bərabərdir modul x çıxılsın m üzərinə gəlsin n. Bu da normalda sənin qrafikin belə olacaq. Əvvəlki hal, düzdür? Etalon götürək. Y bərabərdir. Y bərabərdir modul x. Düzdür? Bunun üstünə yazıram. Y bərabərdir modul da x. Həmin vaxt qurtarır. Tarif el yox. Yandır. Bunu görün. Və görünmür.